2400 ildir ki bu cürdür. Məhərrəmlik gələndə insanlarda bir xüsusi dəyişiklik əmələ gəlir. İnsanın özündən asılı deyil. Hətta bir çox insanlarımız var, tanıdığımız, bildiyimiz, məsələn ki, Məhərrəm ayının hörmətini saxlayırlar, məsələn, Məhərrəmdə xüsusi günahları tərk eləyirlər. Bu Məhərrəm ayının başlayanda insanların özlərindən asılı olmayaraq fitrətlərinin və xilqətlərinin dərinliklərinə buraxdığı izdir. Bunların hamısının səbəbi var. İmam Sadiq əleyhissalam buyurur ki, bizim şiələrimiz bizim yarandığımız torpağın qalığından yarandılar. Biz qəmlənəndə onlar qəmlənirlər, biz sevinəndə onlar sevinirlər. Yəni bizim özümüzdən asılı deyil. Kim bu matəmdə qəmlənirsə, deməli onun zatı pakdır. Onun xəmiri pakdır. Onun atası, anası pakdır. İmam Sadiq əleyhissalamdan hədisdir. Deyir, əgər siz bizim qəmmimizlə qəmlənib, sevincimizlə sevinirsinizsə, bizi tanıyırsınızsa, bizi Allahın imamı olaraq qəbul edirsinizsə, bunu bilin. Sizin valideynləriniz pak valideyndir. Və sizə halal veriblər. Əgər bunun əksi olsaydı, deyir, ola bilməzdi ki, sizdə təsir göstərir.